Vipasla Respublika turumuz davam edir. Bu dəfə səfərimiz sayca 11-ci olan Zaqatalayadır. Obyektdən çıxırıq. Bazarın qabağı yol üstü karbyuratorun Jigulori narahat olur. Ona da baxdırıb yolumuza davam eləyib gəlib çatırıq Oğuza. Oğuzdan sonra dağ mənzərəli yollar, Şəki, sonra yenə dağ mənzərəli yollar və gəlib çatırıq Qaxa. Qaxdan sonra gəlib çatırıq Zaqatalaya, ancaq Zaqatalada çox dayana bilmirik. Burada Qəbələ seriyası ilə mikserdə görüb sevinirik və davam edirik üzü Balakana. Həmin günü Balakən vlogu da çəkmişdik. İzləməyənlər buyurub səhifəmizdən izləyə bilərlər. Axşam üstü olur Balakəndən təkrar qayıdıb gəlirik Zaqatalaya, biraz maşınla dövrə vurub gəlib çatırıq parkın qabağına. Buradan iki izləyicimiz əvvəlki videolarda bizə Zaqatalada sürhülü və gürcü xingəlini tövsiyə eləmişdi. Amma çox təəssüf ki, yolumuz çox, qarnımız tox, vaxtımız isə az idi. Emin adlı izləyicimiz də bizə yazmışdı ki, bir gündə Zaqatalaya get, söz verirəm, mən də Qəbələdən keçəndə sizin obyektə gələcəm. Emin, biz vaxt məhdudiyyətinə görə Zaqatalada çox da rəngarəng vlog hazırlaya bilmədik, amma əsas gəlmiş olduq. İndi növbə sənindir. Daha sonra hava qaraldı, qaranlıq yollardan keçdik. Şəkiyə çatdıq, sonra gəldik Zarğanın quruğuna, sonra gəldik obyektin qabağına və bizə qalan yenə gəzmək oldu.